Örümcək deyir ki, Ülkənin kanalına abunə olmasalar, gecə onların başına çıxacaq. Salam, kanalıma xoş gəldiniz. Bu kameranı açdım açmağına sözünün açığını demək lazımsa nə çəkəcəyimi bu dəqiqə özümdə bilmirəm. Dərdləşmə tipli, danışma tipli bir video ola bilər. Həyat biraz qarmaşıq bir yerdir və yəni bəzən sizinlə fikirləşirəm. Bu arada bir şey eləmək istəyirəm. Bu video çox qarmaşıq bir video olacaq. Yəni bu video transkript yazmaq istəmədim. Dedim ki, aç ürəyini, nə istəyirsən onu danış. Paylaşmaya da bilərəm, bəlkə paylaşmadım heç. Həyat yorucu bir yerdir. Həqiqətən işləmək bəzən insanı, yəni işləmək iş mənasında demirəm bu arada. Üstündə məsuliyyətlərinin çox olması həqiqətən insanı yorur. Bəzən biz sizlə istəyirəm, bəzən deyirəm ki, kaş həqiqətən həyatdan heç bir ümidi olmayan, boş bir insan olardım və boş davranardım da, yəni necə başa sala bilərəm bunu istəyimizsə, biz necə? Yəni əslində qalsa bu qədər çox çalışdığım, özümü inkişaf etdirməyə çalışdığım, eyni anda bir çox şey eləməyimi çox sevirəm. Yəni bu özəlliyimi çox sevirəm, yaradıcı olmağımı çox sevirəm. Yəni amma bu şeylər özü ilə birlikdə paraleldə pis şeylər də gətirir. Məsələn, çox işkolik bir insanam, işləməyi həqiqətən çox sevirəm, amma bu mənim özümü fiziksel olaraq çox tükətməyimə gətirib çıxardır ki, bir müddət əvvəl bilmirəm izlədiniz o vlogu ya yox. Mən o vlogda da qeyd etdim ki, mən çox ağır bir xəstə oldum. Yəni yerimdən 4 gün qalxa bilmədim, gözümü aça bilmirdim. O dərəcədə bu mən düşünürəm ki, nə zəhərlənmə deyildi bu arada, başqa bir şey deyildi. Bu sadəcə artıq mən bədənimin uyarısı idi ki, artıq dayan, eləyə bilmirsən, stop ver. Beyinsel olaraq çox şey eləyə bilərik. Biz necə yəni düşünə bilərik ki, mən bunu da eləyərəm, bunu da eləyərəm, bunu da eləyərəm proqram. Bilirsiniz də mən çox planlı proqramlı işləyən bir insanam, cədvəli olan və buna uyğun yaşayan, cədvəli olmasa və plan proqramı olmasa həqiqətən yaşaya biləcək bir insan deyiləm. Niyə? Çünki mənim həyatım bu dövr o qədər sıx belədir ki, həqiqətən o qədər belədir ki, yəni bu cədvəldə bir millim belə oynama olanda mən o gün bitirəm, tükənirəm. Ay çok şirin görünür. Şöyle şize bakır. Ada. Hadi kalmıştık. Ben ve dikkat bozukluğum. Və bu sistemin içərisində beynin düşünür ki, hə eləyə bilər, hə okey bunu bu vaxt eləyərik, bunu bu vaxt eləyərik, bunu bu vaxt eləyərik. Amma ki bədən artıq stop deyir. Deyir ki, mən qaldırmıram bu qədəri. Və mən həyatımın bu dəqiqə önümüzdəki 3 ay üçün danışıram bunu ki, həyatımın 3 ayı çox sıxış, təpiş və sıxış doluşdu. İndi mən bunu deyəndə insanlara deyirlər ki, birini burax, həyatındakı bir şeyi burax, sosial medianı burax. Amma niyə sosial medianı da buraxa bilmirəm? Çünki mənim əyləndiyim, zövq aldığım bir dənə bu var həyatımda. Mən bunu da buraxsam, yəni yaşaya bilməyəcəm, o hədəflərimi də eləyə bilməyəcəm. Bu arada buradan da sevgili gənclərə və ailələrə səslənirəm. Uşaqlarınızın əyləndiyi bir dənə hobisi falan varsa, o hobini onun əlindən əsla almayın. Sırf dərs oxusun deyə, sırf bir şey eləsin deyə. Çünki o hobidə olmayanda insan həqiqətən robota bağlayır. Və ondan sonra da istədiyiniz motivasiya o uşaqda olmur da. Əyləndiyi bir şey olmalıdır bu uşağın əlində. Mənim də oyuncağım bu sosial mediada həqiqətən ona görə buraxmaq istəmirəm. Həm də mən marketoloqam da, junior marketoloqam və buna görə istəyirəm ki, sosial mediada yəni çıxa bilmərəm də. Mənim işim budur da, yəni mən sosial medianı buraxsam necə kontent yarada bilərəm, necə buradakı kütləni necə idarə etməyi necə öyrənə bilərəm əgər öz sosial media hesablarımı dayandırsam. Yəni öz sosial media hesabına hayır olmayan bir marketoloqun başqa bir hesabına necə hayır ola bilər? Ümumiyyətcə mən marketoloqların bağlı səhifə etməyi mənə bəzən qəribə gəlir. Yəni şey olur, o hamının bir private səhifəsi olur, o ayrı məsələ, amma ümumiyyətcə də onun heç bir səhifəsi yoxdur. Belə insanlara səsləndiyi kütlələri idarə etməyə çalışdım. Amma mən çox qəribə gəlir bəzən, yəni sözün açıq. Çünki bunu mən buranın əslində qalsa bir portfolio olaraq görürəm. Məsələn, bir yerə işə gələndə mən bu qədər kütləm var, bu qədər müddətə yığılmışam, belə kontentlər yaradıram və s. kimi. Yəni düşünürəm ki, bu mənim üçün yaxşı bir şeydir. Mən əslində qalsa faydasını da görürəm kontent ürətməyin sosial media hesablarında. Ona görə onu buraxa bilmirəm. IELTS onsuz da buraxa bilmərəm. Yəni IELTS zaten bu dəqiqə məqsəd xaricə getməkdir. IELTS lazımdır. İşləməyi buraxa bilmərəm, çünki experience lazımdır mənə. Universitetdə buraxa bilmərəm, çünki mən GPA lazımdır. Xaricə gedəndə göstərəcəm, mən 4 il nə oxumuşam deyəcəm bu insanlara. Onu da buraxa bilmirəm. Heç bir şeyi buraxa bilmirəm. Yəni sosial media hesablarımı da mən onlara layihə olaraq göstərəcəm sözün açığı. Yəni mənim bir marketoloq olmaq istəyən bir insan olaraq kütlələri idarə edə bilmə bacarığım bu hesablardır. Bu da mənim bir layihəmdir və mən bunu xaricə sunacağam. Yəni bunu da buraxa bilmərəm.
Bu dəqiqə həyatımda olan hər şey mənim üçün çox amma çox vacibdir. Və bunların içərisində mən nəyi unuduram? Mən özümü unuduram. Mən dostlarımı unuduram. Deyəcəksiniz hər gün Səbuh ilə, Səkinə ilə görüşdən, Kəmal ilə görüşdən. Biz onlarla dərs edirik uşağa, biz onlarla dərdləşmirik, biz onlarla söhbət eləmirik, biz onlarla bütün gün dərs oxuyuruq. Yəni düzdür, arada dərdləşirik də, yəni əylənmirik də, necə deyim sizə, yəni o dostlarımla görüşdüm, bu gecə qopacağıq, əylənəcəyik, amma həyatım bir ara belə idi həqiqətən. Yəni friendslərim, mən və əyləncə. Amma hal-hazırda study date'lərdən başqa date eləmirik. Hello. Hayır müəllim toxunmaq. Mitingimiz qurtardı, sən qayıdıb gələ bilərsən. YouTube videosu çəkirdim, sana vermək istəyirsən? Salam. Dur gəl iş görəsən. Gördünüz Nihar, aynen. Mən sizə video attım, baxdınız? Yox. Baxın, iş kitlədi, gəldi, iş kitlədi. Düzəldim, bu videonu davam edək də aşbağa. Video editini qurtardım, gəlib də Nihar'a göstərim gələ. Nə qədər sıx bir proqram olduğunu buradan anladınız. Harada qalmışdıq? Heç xatırlamıram harada qaldığımızı. İnanırsınız. Bu da məni bir yerdə yorur. Bir də mən bir sizə xaricə getməkə pul yığıram axı. Ay Allah, uşaqlar baxın, pul yığmaq çox gözəl bir şeydir. Cibində pulun olmağı, amma amması var. Pul yığmağın amması odur. Gərək nəfsivə çox sahib çıxasan. Gərək az pulla keçməyi öyrənəsən ya da pul qaynaqlarını artırmağın bir yolunu tapasan da. Yəni bu çox belə şey bir temadır. Mən həmişə bu arada pul yığa bilməyən insanlara tövsiyəm olur ki, pulun gəldiyi əl və özüm də elə edirəm çünki pul gəldi əli və ilkin xərcləmədən böl onu, qoy yarısını qırağa, yarısı sənin xərcliyin olsun. Sən olsa o yarısı ilə keçinə bilməyəsən deyə başqa yerdən pul qazanmanın yolunu tapasan. Nə tapasan yəni? Sən insan oğlu həyatda qalma instinkti olaraq bunu eləyir. Yəni əgər bu içdiyin qida sənin üçün yetərli deyilsə, bu yediyin qida sənin üçün yetərli deyilsə, sən daha çox qida tapmağın yolunu tapacaqsan. Ona görə yəni pul da yetməyəndə insanlar pul tapmağın yeni yollarını tapırlar. Yəni düşünün də mən sənəd istəmişəm universitetdən. O qədər vaxtım yoxdur ki, sənəd hazırdır ki, universitetdən onu belə götürə bilmirəm hal-hazırda. Amma düşünürəm ki, yanvardan sonra cədvəlim biraz daha mənim azalacaq və daha yaxşı olacaq hər şey. Bu arada bəzən belə rəylər alıram ki, sən necə bu qədər motivasiyalı ola bilirsən, necə bu qədər çox çalışa bilirsən, enerjini hardan tapırsan və s. və ilə axirətliyə. Gənclər, bu bir necə bir şeydir. Bir məqsədin olanda və çox vaxt bu, bilmirəm sizdə necə olur, məndə belədir sözün açığını demək lazımdırsa, mən bir dəfə bir məqsəd qoymuşam qabağıma və o məqsədə çata bilməmişəm. Çata bilməməyi bilirəm. Yəni, çox istədiyim şeyin olmamağının nə demək olduğunu və insanın nə dərəcədə məhv eləyə bildiyini, insanı nə dərəcədə bu mental olaraq yora biləcəyini bilirəm. Nə olmuşdu? Səs Work and Travel proqramı uşaqlar. Mən bu yay əslində Bakıda olmayacaqdım. Mən Amerikaya gedirdim. Amma alınmadı, gedə bilmədim, nəysə. Bunu bir dəfə yaşamışam və bir də yaşamaq istəmirəm. Mən o dövrün bütün video kayıtlarını silmişəm. Çünki o dövrü özümü izləyəndə özümə o qədər yazığım gəlirdi ki, stressdən arıqlamışdım. Hər videoma gözlərim qıpqırmızı, yəni ağlamaqdan 2 saniyə gözümü silib video çəkmişəm də elə bir, yəni o dərəcədə. Və o situasiyanı, o tipi görmüşəm və o tipə bir də əsla düşmək istəmirəm və öz mentalımı olmaya biləcək ehtimalına da hazırlayıram. Deyirəm ki, ola bilər ki, Macaristan apply-ına çata bilmədin, İtalyan apply var. İtalyan apply-ına çata bilmədin, sən hələ 4-cü kursdan, sənin gələn ilində var. Sən əskəriyə getmirsən, sən evləndirmirlər, rahat ol, olmasa bu da var. Və olacaq, amma olmasa bu da var. Mən o dövr elədiyim ən böyük səhv o idi ki, mən olmasa nə olar, heç fikirləşməmişdim. Sadəcə dedim ki, olacaq. Amma onu da düşünmək lazımdır ki, mental olaraq çökməyəsən. Amma o dibi gördüm, o dibə bir də düşmək istəmirəm. Həqiqətən bax, o dibi görən heç kimsə bir də o dibə düşməz və o dibə düşməmək üçün əlindən gələn hər şey eləyər. O şey var, insanlar deyirlər ki, dibi bir dəfə görmədən zirvəyə çıxmaq olmur. Bu tam olaraq belə bir şeydir. Siz niyə? Çünki o dibi görəndən sonra bir də o dibə düşməmək üçün əlindən gələn hər şeyi, amma hər şeyi eləyirsən. Həyatda qalmağa çalışırsan da. Biz insanlar, çox modern həyatda yaşaya bilərik, amma ki, biz hələ də bir heyvanıq və içgüdülərimiz, həyatda qalma içgüdülərimiz var, həyatda qalma istiriklərimiz var. Biz həyatda qalmağa çalışırıq.
Yəni Survivor modunda yaşayırıq. İnsanlar deyir, nə edəcəyimi bilmirəm. Nə edəcəyimi bilmirsən çünki istəmirsən. İstəsən inan ki, bir yolunu taparsan. İnsanlar istəyəndə inanın ki, bir yolunu tapırlar. Bax yenə söhbətlər, bax bir şey deyim, bu videoları necə izləyirsə heç fikrim yoxdur. Çünki söhbətlər o qədər şey gedir ki, yəni də. Amma siz belə getməyi mənim xoşuma gəlir. Çünki siz istəyirəm ki, bu videonu izləyəndə sanki mən sizlə söhbət eləyirəmmiş kimi hiss eləyəsiniz. Və həqiqətən Ülker Hüseynlə oturub söhbət eləsəz, belə bir söhbət gedəcək. Ona görə heç transkript, tekst yazım, ona uyğun danışım, sırayla danış falan yoxdur. Bəzən də mənə deyirlər ki, də məsələn, ki, yorulmursa, Allah ki, yoruluram, bitirəm, tükəndirəm, evə gəlirəm, ağlayıram, işdə gəlirəm, ağlayıram. Bəzən bir dəfə siz nə olmuşdunuz? O qədər dolmuşdum ki, mən həyatda olan şeylərə də. İşə gəlmişdim, bir şey oldu, xatırlamıram, nə oldu, çox cüzi bir şeydi. Duruxdum, qaldım, belə ağlamamışdım da, bu arada sadəcə durmuşdum da, yəni sakitcə. Bizim mənim belə bir huyum var, çox şımarıq bir insan. Və biri gəlib mənə qayğı göstərəndə ki, nə oldu, mən ağlamaya başlayıram. Bizim iş yerindəkilər də o qədər mükəmməl insanlardılar ki, həqiqətən Div Akademiyadakı insanlar o qədər möhtəşəm insanlardılar ki, elə bir əli ilə seçiblər də buradakı insanları ki, buradakı insanlar toksik olmayacaqlar. O qədər yaxşı insanlardılar ki, oturmuşdum belə dərdli. Bax belə tamam belə durmuşdum da. O dəqiqə yanıma gəldilər. Nə oldu? Mən də inşallah dərslər yoxdur burada. İki qayğı görən kimi ağlaşma qururdu. Mən də gözlərim doldu, iki damla belə ay çok qorxunç. Belə şeylər yaşana bilir. Çünki insansan, dolursan bəzən. Ya bəzən mən də yoruluram, bəzən bitirəm, bəzən deyirəm ki, tüpürmüşəm hər şeyə, heç nə eləmək istəmirəm. Sosial mediaya, məsələn, YouTube-a ara verdim bir müddət. Siz sezmədiniz, bəlkə də sezdiniz, bilmirəm. TikTok'a ara verdim. Sadəcə zapaz videolarımı yüklürdüm. YouTube'da zapaz videom yox idi. YouTube'a heç nə yükləmirdim sözünü açıq. Sadəcə shortsları işlədirdim də, uzun videoları yükləmirdim. Ona görə izlənmələrim düşdü, indi təzədən izlənmələrimi qaldırmağa çalışıram. Amma bu dövrdə, bu sosial mediaya ara verdiyim dövrdə İngilis dilinə də ara verdim. Necə oldu? Artıq İngilis dilini də oxumurdum istədiyim qədər, yetəri qədər. Çünki mən hər gün bir söz öyrənə biləcək səviyyədə deyiləm də, mən çox oxumalıyam İngilis dilini. Çünki bu İngilis dili öyrənmək deyil, mən İngilis dili bilirəm. Mən IELTS tipini öyrənməliyəm. Həqiqətən İngilis dili bilmək və IELTS imtahanına girmək eyni şey deyil. IELTS-a girim çıxmalıq, bir dənə video çəkəcəm IELTS-la bağlı, uşaqlar. IELTS-la bağlı hər şey o videoda olacaq. Ona görə indi kanalımı izləməyi unutmayın. Ona görə mən həqiqətən çox çalışmalıyam İngilis dilini və bu da insanı bir yerdən sonra yorur. İnsanı soyudur. Dostlarına qarşı, həyata qarşı, sevgiyə qarşı, sevgi yox. Ümumən sevgidə, yəni məsələn bu quşqan da sevə bilərsən. Amma insan bəzən elə yorulur ki, həyatda bütün sevgisi ölür. Məsələn, bəzən mən çox belə qəribə davranmağa başlayıram. İnsanlar da çox şok olacaq. Normalda bir şey öyrəşirlər Ülkerin cıvıl-cıvıl, enerjik halına və birdən-birə Ülker gəlir və durub belə belə eləyək, tamam, tut falan, belə qəribə davranır. İnsanlar da şok olur buna. Amma əslində qalsa o an, yəni mən əslində qalsa pis olmuş olmuram da, yəni o an özümü pis eləmirəm. Sadəcə yorğun oluram və artıq özüm kimi davranmağa mənim gücüm qalmır da, deyib gülməyə, əylənməyə falan. O anlarda sadəcə dayanıram və bu anlarda insanlar üstümə çox düşməyə başlayırlar. Ülker yaxşıdan, Ülker nə olub, Ülker nə olub, Ülker nə olub. Bilirəm, mən çox istədikləri üçün qayğıma qalırlar, qorxurlar ki, başıma bir şey gəlib, bəlkə də onlara deyə bilmirəm falan. Amma bu anlarda əslində qalsa mən sadəcə dayanıb dincəlmək istəyirəm. Yəni dincəlmə formatım oldu mənim. Çünki çox sosial olan insanlar bunu bilər. Bəzən o qədər yorulursan ki, sənin sadəcə dayandığın an belə sənin başa bir fəlakət gəldiyinə inanırlar. Belə. Yəni Ülker heç yorulmur mu desəz, Ülker yorulur. Ülker sadəcə yorğunluğunu yansıtan insanlardan deyil. Yəni yoruluram, amma yansıtmıram insanlara qarşı bunu. Bəzən ümumiyyətlə mən dərd danışmağı heç sevən bir insan deyiləm. Yəni məsələn, mənim dostlarım da bunu yaxşı bilir. Məncə siz də artıq bunu bilirsiniz. Düz 2 dənə dərdləşmə bölümü atmışam sizə. Amma o hallarda biz həmişə ümumi gənclərdə olan dərdli problemləri müzakirə edirik də, ki, özündə də olan. Amma həqiqətən ailəvi, dost, iş problemlərimi mən sözün açığı heç kimlə danışmağı sevmirəm. Nə dostlarıma, nə ailəmə, nə başqa birinə. Yəni mən dərdlərinin içində yaşamağı sevən bir insanam. Çünki mən insanlarla əylənməyi sevirəm, insanları əyləndirməyi sevirəm. Bu yanaşmama Səkinə çox qarşıdır. Çünki dostlar deyir ki, birlikdə gülə bildiyi kimi birlikdə ağlaya da bilməlidir. Amma mən o kavramı ən sonki dostluğum bitəndən sonra buraxdım, sözün açığını demək lazımdırsa. Artıq insanlarla dərdləşmirəm. Çünki belə düşünürəm ki,
mənim artıq yanaşmam bu yöndə formalaşıbdır ki, insanlara dərdlərimi nə qədər çox bildirsən, sənə vura biləcəklərə o qədər çox konzur vermiş olursan əllərinə. Allahım, travmalarım. Amma bunun ətrafındakı insanlara bunun üçün eləmirəm əslə qalsa. Sadəcə deyək, gülək, əylənək birlikdə, xoş xatirələrimiz olsun. Bir gün bir-birimizdən uzaqlaşdığımızda, bir-birimiz üçün darıxdığımızda, məsələn, Ülker də bütün gün dərd yanırdı, olmasın. Ülkerlə də necə bütün gün əylənirdi olsun istəyirəm. Yəni bu yanaşmam dostlarımın da xoşuna gəlmir. Böyük ihtimalle sizin də xoşuna gəlməyəcək. Amma yəni nə edə bilərik? Ülker sevindi belə bir insandır. Dərdlərini danışmağı sevməyən bir insandır. Öz içində həll eləyir. Çox vaxt dərdlərimi öz içində həll edir. Amma sonra deyirəm ki, belə bir şey olmuşdu. Çox danlayırlar məni. Niyə vaxtında demirdik, biz də kömək eləyərdik, biz də həll eləyərdik falan. Nə bilim yəni. İstəmirəm insanlar mənim üçün yəni necə, məsələn, mən ona deyəndən sonra dərdimi, mən bilirəm ki, onu həll etmək üçün bir şeylər eləyəcək. Amma istəmirəm də o çabaya girsin istəmirəm, yəni. Mən daha çox şey sevirəm. Məsələn, mən salonda gəlib mənə nəyin var deyilməsin, məsələn. Bir də addiktodur ya, yəni, bax. Çox bir şeydir. Onu bana al getir, ben mutlu olacağım. Allah haqqı, dərdimi dinləməsən də olar, şey eləməsən də olar. Ben böyle bir insanam, məsələn də o gündə çox pis olduğum günlərdən biri idi. Səkinə hesabı ilə görüşmüşük, mən beləyəm baxın. Ondan sonra oxudum falan edirəm. Amma normal danışıram, bu arada trib atmıram heç kimə. Sadəcə bu tonda danışıram. İndi sizə gülə-gülə danışıram, elə danışıram da. Sakitcə durmuşam, danışıram falan, uzaqlara falan baxıram. Sabuyu da gitmişə telefonunu götürməyə, bir də gördüm şkaf üstü qoydum masaya. Ülkerim yəni eyni asıldı orada. Yəni mən belə şeyləri sevirəm, sözün açığını belə lazımdır. Çox dərdimin dinlənməsindən daha çox o an üzümü güldürmək üçün bir şey edilməyə. Bu adikto və süd şkada olmaya da bilər. Məsələn, bu oyuncaqla elədin mənə, güldüm məsələn mənə. Yəni məsələn, elə şeyləri sevirəm daha çox. Ülker Hüseyni biraz qəribə bir insan sözün açığını da belə lazımdır. Bəzən mən də qəribsiyirəm bu qızı. Deyirəm ki, bala sən nəsən belə? Bir gün öz dəyər, öz sevgi haqqında danışaq. Özgüvən haqqında danışmışam, amma öz sevgi haqqında danışmamışam deyə bilirəm. Bir gün də onun haqqında danışacağam. Çünki ətrafından ən çox aldığım belə budur ki, Ülker öz dəyərini və öz sevgisi fərqində olan bir insandır. Bir gün də o mövzu haqqında danışaq. Amma bugünlük 20 dəqiqə danışıram. Bunu qısaldıb 15 dəqiqə eləyəcəm böyük ehtimalla. Məncə bu qədər bəsdir. İlk öncə kanalıma abunə olun. Zəhmət olmasa kanalıma abunə olmağı unutmayın, like atmağı, şərh atmağı unutmayın. Niyə? Çünki siz belə şeylər deyəcək, mən həqiqətən motivasiyamı artır daha çox video atmağa. Ona görə təşəkkürlər edirəm. Çox qarmaşıq bir video oldu. Ümid edirəm izləyərkən beynimiz olmamışdır. Kanalıma abunə olmağı, like atmağı və şərhlər yazmağı unutma. Gəl şərhlərdə dərdləşək. İzlədiyiniz üçün təşəkkürlər.